quruluşu, alınması hadisələri. Burada 4-cü. 3 mol butadiyen 1 üçün tam hidrogenləşdirmək üçün neçə mol hidrogen lazımdır? Ümumiyyətlə, alkadiyen deyirsə, istəyir butadiyen olmayıb, nə olur olsun. Diyen deyirəmsə, 2 dənə 2 qat var deməkdir tərkibində. 2 qata hər bir rabitənin qırılmasına 1 H2 lazımdır. Buna da 1 H2, buna da 1 H2. Ona görə 2 mol H2 lazımdır reaksiya üçün. Daha onu heç maddəni yazmıram da ehtiyac yoxdur. 1 üçün 2 mol lazımdır. 3 üçün 3 vuraq 2 eləyəcək 6. Yəni butadiyen 1 moluna 2 mol lazımdır. H2 2 mol, 3 moluna da eləyəcək 6. Diyen deyirsən, deməli orada 2 dənə 2 qat var. Hər pini qırmağa lazımdır. Sonra uşaqlar mikrofonu açıq qoyun, tez-tez suallarınızı verin. 7. Butadiyen 1 üçün polimerləşdirdikdə hansı maddə alınır? Butadiyen 1 üçün polimerləşdirdikdə kauçuk alınır. Kauçuk. Yəni butadiyen 1 üçün necə quruluşdadır? Butadiyen 1,3 xətti quruluşdadır. CH, CH2, CH, CH, CH2. Polimerləşəndə 2 qat rabitənin biri keçir mərkəzə, digərləri isə qırılır kənardan. CH 2 qat rabitə CH, CH2 xətt. Yəni belə bir quruluş alınacaq N-mol. Sonra polimerləşəndə ümumiyyətlə alkadiyenlə kauçuk alınır. 13. Kauçuk plus S burada rezin alınacaq. Kauçukun vulkanlaşdırılmasından rezin alınır. Vulkanlaşdırılmasından rezin alınır. Əgər tükürdün miqdarı artıq götürülərsə, artıq ebonit çubuq. Burada normal yazılıb kauçuk üstəgələk S. Burada tikilməsi baş verir. Məsələn, göstərim. Burada bu reaksiyada S-dən reaksiya girsə, kükürddən reaksiya girsə, butadiyen kauçukda bu. 2 qat rabitəli olan polimerlər kauçuk adlanır. Polimerləşdirməsi zamanı, bax, buradan bir rabitə qırılır. Kükürddə tikilə-tikilə gedir. Bax, disulfid körpüsəmələr gəlir. Yuxarıdan da disulfid körpüsəmələr gələcək, uzanacaq. O formada təzədən bura bir dənə aşağıdan bir alkadiyen gələcək, butadiyen. O formada tikilə-tikilə gedir və rezin əmələ gəlir. Sonra 8 alkadiyen molekulunda hidrogen atomlarının sayı. Alkadiyen formulu necədir? Cn H2n çıx 2. Elə bil ki, fikir versəniz, N-in yerinə nə yazılıb orada? N-in yerinə N plus 1 yazılıb. Şu, onda karbon atomunun N-in yerinə N plus 1 isə, deməli karbon atomunun sayı elə N plus 1 imiş. Sadəcə ümumi formulda N-in yerinə N plus 1 yazılıb da. Onda burada da karbon atomunun sayı N-in yerinə N plus 1 yazılacaq. Sonra 9 1 mol butadiyen 1 üzə 1 mol H-xlor birləşəndə. Əgər temperatur 40 dərəcədən yuxarıdadırsa, 1-ci, 4-cü vəziyyətdə birləşəcək. Məsələn, göstərirəm CH2, CH, CH 2 qat rabitə CH2 və H-xlor ancaq temperatur 40 dərəcədən böyük olanda 40-da 40 rəqəmində 4 var. Deməli, 1-4 vəziyyətində var. Bir də var 0 dərəcədən kiçik, onunla 1-2 vəziyyətə birləşəcək. Hal-hazırda 1-4 vəziyyətinə birləşəcəyi üçün buradan pi rabitəni götürürəm. Ortaya gətirib bir dənə pi rabitə qoyacam. Burada birinə H, birinə də xlor. Onda nə alınacaq? CH3, CH3, CH, CH, CH xlor. Harada var bu birləşmə? Onda cavab o olacaq. Baxaq, harada var? Y variantında. Sonra izopren molekulunda neçə sigma, neçə polar kovalent rabitə var? İzopren yazıram. CH2, C, CH3, CH, 2 qat rabitə CH2. Bunun ümumi formunu yazsaq, bu C5H8 eləyir. Çünki ümumi formulu nədir? Cn H2n çıx 2. N-in yerinə 5 dənə karbon atomu var, qoyacam 5. Hidrogen də eləyəcək 8. Sigma rabitənin sayı necə tapırdıq? Ümumi atomdan bir vahid əskik. Sikl olmayan birləşmələrdə, yəni qapalı quruluş yoxdursa, sikl alkan və ya benzol sırası karbohidrogen yoxdursa, ondan ümumi atomdan bir vahid əskik eləyəcək. Burada 13 atom var. 13-dən bir çıxanda eləyəcək
Deməli 12 sigma. İndi polyar kovalent rabitədir. Polyar kovalent rabitə hidrogen atomlarının sayı qədərdir. Çünki polyar kovalent rabitə karbonla hidrogen arasında yaranır. Fərqli qeyri-metal arasında yaranan rabitəyə polyar kovalent rabitə deyilir. Qeyri-polyar şeydir, ancaq karbon-karbon arasında olan rabitələri hesablayardıq. Məsələn, uzopronda biz deməli qeyri-polyar kovalent rabitələri istəsələr 1, 2, 3, 4, 5, 6. Burada əksinə karbon atomunun sayından bir vahid çox olacaqdı. 5 karbon atomu varsa 6 dənə olacaqdı qeyri-polyar. Amma bizdən polyar soruşduğuna görə hidrogen atomlarının sayı qədər olacaq. 12 sigma 8 polyar kovalent rabitə. Neçə? Deməli 12-də nə olacaq? 2 mol alkadiyen və 1 mol alkandan ibarət qaz qarışığı artıq miqdarda götürülmüş kalium permanganat məhlulundan buraxılarsa. Ümumiyyətlə alkanlar reaksiyaya girməyəcək. Deməli, kalium permanganat məhlulu ilə, bromlu sudan. Çünki onlarda 4-ü də sigmadır. Hər birində karbon atomunun 4 rabitəsinin 4-ü də sigmadır. Əmələ gətirdiyi rabitənin doymuş birləşmədir. Ona görə birləşmə reaksiyasına girməyəcək. Alkanı necə ki, qabın bir tərəfindən buraxırsan, o bir tərəfindən elə də çıxacaq. Ancaq alkadiyen ilişib qalacaq. İlişib qalacaq. Çünki alkadiyenlərdə 2 qat rabitə olduğuna görə reaksiya girəcək. Bir alkadiyenin kütləsi CnH2n-2 olduğuna görə burada 14n-2 eləyəcək. Karbonun kütləsi 12, vururam yenə 12n, hidrogen kütləsi 1, vururam 2n-2 eləyəcək cəmi 14n-2. 2 mol alkadiyen olduğuna görə eləyəcək 28n-4. Yəni bu qədər alken, daha doğrusu alkadiyen kalium permanganat məhlulunu rəngsizləşdirəcək, onunla reaksiya girəcək, qabın o tərəfindən çıxmayacaq. Qabın içərisində reaksiya girdiyinə görə alkadiyenin kütləsi qədər qabın kütləsi artmış olacaq. Sonra hansı monomerin polimerləşməsindən xlorpiren kauçuku alınır? Xlorpiren kauçuku alınacaq xlorpirenden də. İzopren var, bir də xlorpiren. İzopren var ha yuxarıda. İzopren 2 yazmışam deyə bax burada. İzoprenda CH3 götürüb yerinə xlor qoysam olacaq xlorpirenda. Bundan da alınacaq xlorpiren kauçuk. Sonra 15. hansı maddənin 1 molu 2 mol brom birləşdirir? 2 qat rabitəsi, 2 dənə 2 qat rabitəsi olan ya da bir dənə 3 qat rabitəsi olan. Orada da tanış ad olacaq izopren. İzoprenin 2 dənə 2 qatı var. Hər ikinci pini qırmağa 1 mol brom lazımdır. Sonra 18. 18-i indicə izah elədim də, başlamamışdan qabaq. CnH2 formuna malik uyğun olmayan Y variantı olacaq. Çünki o alkendir, qalanları hamısı alkin, alkadiyen. Alkadiyenlər də bir-birindən sinirsiz amildir. 2 qat rabitəsi olan da, bir dənə 3 qat rabitəsi olan da eyni formula malikdir. CnH2 formuluna malik olacaq. Ona görə Y variantı uyğun gəlmir. Y variantı çünki CnH2-dir. Sonra 21. 21. Maddələrin molekulunda karbon atomlarının sayı. Butadiyen 1,3, vinil xlorid, metil benzol formulu yazmaq lazımdır. Butadiyen 1,3, 1, 2, Formulları bilmirəm ona görə. 3, 4 qoyuram. Butadiyen 1,3 deyir. Butadiyen deyir. Butadiyen 4 dənədir karbon atomu. 1,3 yəni birinci və üçüncü karbon atomuna 2 qat rabitə birləşir. Sonra vinil xlorid, burada da hidrogenlərini qoyursan da. Butadiyen 1,3-ün formulu budur. Buna tarixi adı divinildir. Divinildə deyirlər. Vinil xlorid etilendən, bax bu etilendir. Bir hidrogen qoparanda əmələ gəlir vinil radikalı. Adları əzbərləmək lazımdır. Bu vinil radikalıdır. Xlor birləşdirsən olur vinil xlorid. Metil benzol, benzol bu formada yazılır. Benzol halqası. Biz aromatikləri geçməmişik. Ona görə çətin gələ bilər. Sonra bura CH3 qoyursan olur metil benzol. Sonra buradakı karbonları sayacaqsınız. Sonra 25. 23, 22. 22.
2 metil butadiyen 1,3. Yenə 1, 2, 3, 4 qoyuram. 2 metil qoyuram. Yəni burada metil qrupu olacaq. Butadiyen 1,3 deyirəm. Birinci və üçüncü karbon atomunu, yəni 2 qat rabitəni birləşdir. Sonra hidrogenləri başlayırıq yerləşdirməyə. 2 metil butadiyen 1,3 budur. Buten 1-dir deyəndə 1, 2, 3, 4 qoyuram. Birinci karbon atomuna 2 qat rabitə birləşdirirəm. Bu da buten 1-dir. Qarışdırıb daha uşaqlar. Mən təzə dərs keçməkdən deyil, keçmişdəkiləri görürəm ki, zəif mənimsəyirsiniz. Bugün alkinlər keçmək istedim, deyəsən keçə bilməyəcəm. Sonra 25. 25. 1 mol alkadiyenidir. Oradan bromlusdan keçirsən, qabın kütləsi nə qədər artar? Yenə də deyirəm, alkadiyen onunla reaksiya girəcək. Alkadiyen kütləsi qədər qabın kütləsi artmış olacaq. Alkadiyen CnH2n-2-dir. Onun da kütləsi 14n-2-dir. Yəni qabın kütləsi 14n-2 qədər artmış olacaq. İstəyir kalium permanganat olsun, istəyir kalium permanganat olsun, istəyir bromlus olsun. 24. Hansı maddə qaz halında şaxəli quruluşlu karbohidrogendir? Şaxəli quruluşlu deyil daha doğrusu. Divinil şaxəli quruluşlu deyil, qaz halındadır və karbohidrogendir. İzopren şaxəlidir. Bayaqdan yazdığımız kimi burada şaxəsi var. İzobutan şaxəlidir. Butanol spirtli maye haldadır. 2 metil propen də yenə də şaxəli quruluşdadır. Yəni orada metil qrupu var. Sonra 27. 27. Molekulunda 12 sigma rabitə olan birləşməni müəyyən edin. 12 sigma varsa, deməli 13 atom var. Bir-birinin formullarını yazması lazımdır ki, 13 atom olanı tapasınız. İndi siz oradakı formulları başlayın, dəftərinizə yazın, görün, ala bilirsiniz. Bayaqdan yazırıq. İzopren, divinil, aslen, vinil klorid. Aslen bir dənə yaza bilərəm ki, alkinləri keçməmişik. Qalanların hamısını keçmişik. Yazın dəftərinizə, tapın, görün hansında 13 dənə atom var. Çünki sigma rabitə ümumi atomun bir vahid əslikdir. Burada gördünüz C5H8 izoprende 13 atom var. Klorprende C4 neçə eləyir? H5 olurdu. Burada cəmi 10 atom var. Ondan biri əskik 9. Yəni olmadı. Burada da C4H6'da bir vahid əskik. Bu da deyən 1,3'də olmadı divinildə. Yəni, amma izoprende alındı. Sonraki sual. Yəni, belə formulları bilməsəniz almaq çətindir. Öyrənməlisiniz. Əsas düşəndə divinildir, izoprendir, vinil kloriddir, klorprendir. Yəni, ən çox rast gəlinən suallar budur və qəbulda da düşəcək sualların əksəriyyəti bunların çərçivəsində olur. Nə qədər sınaq işləyirik uşaqlardan, 11-lərdən ki, qəbula da hazırlasınlar, həm də sınaqlara gedirlər də. İndi sabahlarında yenə güvənli sınaq olacaq. Onlar, hər sınaqda bunlara aid rast gəlinir. Ya klorpren, ya divinil, ya izopren mütləq şəkildə görünür də orada. Neçə? 28. 28. 2 metil butadiyenda sigma rabitənin sayı. 2 metil butadiyen elə izoprendir də. 15 dənə, 13 dənə də bir vahid əskik eləcək 12. Sonra 29. C2H5OH 425 dərəcə alüminium oksid, sink oksid katalizatoru iştirakında Lebedov üsuludur. Burada butadiyen 1,3 alınacaq Lebedov üsuludur. Sonra onun da H-xlordan reaksiyasından temperatur 40 dərəcədən yuxarıda alınacaq. Birinci, dördüncü vəziyyətlərə H-xlor birləşəcək. Bunu bayaq yazdıq. CH3, CH, 2 qat rabitə, CH və CH2 xlor alınır. Təzədən onun bir də xlordan reaksiyasından alınacaq. Bu 2 qat rabitələrdə qırılır. CH3, CH xlor, CH, burada H-dır. CH xlor və CH2 xlor. Adı necə olacaq? Adını istəyir? Yox, adını istəmir. Formasını istəyir. Yəni bir dənə metil qalacaq. Qalanlarında 3 dənə xlor. Bu hansındadır? C variantında eləyəcək. Sonra 30. 30. İzopren molekulunda hansı orbitalların örtülməsindən yaranan rabitələr var? İzopren quruluşunu yazıram. CH, CH, CH3 və 2 qat rabitə CH2. 2 qat rabitəyə birləşmiş karbon atomları sp2 hibrid vəziyyətindədir. Mən bunu dəfələrlə izah eləmişəm. Neçə dənə sigma rabitə çıxırsa o qədər hibrid vəziyyəti var. Bu sp2-dir.
Bu sp2-dir. Bu sp2-dir. Bu da sp2. Tək qat rabitənin əhatə olunmuşlar isə olacaq sp3 hibrid vəziyyətdə. Çünki bir dənə buradan birləşib 3 dənə də hidrogenlə 4 dənə sigma tək haldadır. Bu da ona uyğun gəlir sp3-ə. Bir dənə 3 dənə də p edir. Bu da edir sp3. İndi hansının örtülməsi hesabına var? sp2 sp2 var. Yəni sp2 sp2 hesabına yaranan rabitə bu sigma rabitə olacaq. Yəni burada başqa rəngli göstərək. Deməli, bu sigma rabitə sp2 sp2 hesabına, bu sp2 sp2, bu sp2 sp2, bu isə sp2 sp3 hesabına örtülən rabitə olacaq. Sonra 32. Yəni də temperatur 40 dərəcədən yuxarıdır. Temperatur 40 dərəcədən yuxarı olanda brom atomları hara birləşir? Biri bura birləşəcək, biri bura. Yəni alınacaq. Burada bu hissələri götürüləcək. Bura bromları yerləşdirsək, brom, brom. Belə bir birləşmə alınacaq. Təzədən onun hidrogenlə reaksiyasından bu da keçəcək mərkəzə də 2 qat rabitə. Təzədən onun hidrogenlə reaksiyasından bunlar da gedir. Burada hidrogen birləşir. Yəni bütün 2 qat rabitələri qırılır. Amma sonuncunu nə alındığını bilmirsiniz. Hələ keçməmişik. Sonuncu nə alınır? Haradakı brom, sink gəlir, haradakı brom var, həmin bromları götürəcək. Yəni burada üzərinə gəlirəm sink, üzərinə gəlirəm sink. Sink gəlib bu bromları götürür. Əmələ gələcək bromları götürür. Hidrogenlə işimiz yoxdur. Əmələ gəlir sink, brom, 2. Yerdə nə qalır? Yerdə 4 dənə elə bir şey. CH2, 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 CH2. Bunlar da birləşməlidir. Axı, brom çıxan yerdən bu formada birləşir. Bir dənə 4 bucaqlı yaranır. Bu da siklobutan. Necə? 36. CnH2 formuna uyğun gələn alkadiyenlə maksimum neçə mol xlor birləşmə və əvəzetmə reaksiyasına daxil olar? Bax, bu maraqlı sualdır. Yazıram CnH2n plus 2 minus 2 CnH2n minus 2 formuluna uyğun alkadiyen. CnH2n formuluna malik alkadiyen budur. Alkadiyenlərdə 2 dənə pi rabitə var. Həmin pi rabitənin sayı qədər birləşmə reaksiyasına daxil olacaq. Hidrogen atomlarının sayı qədər isə əvəzetmə reaksiyasına daxil olacaq. Birinci birləşir, sonra qalan nə hidrogen varsa onlar əvəz olunur. Deməli, uşaqlar, yadınıza saxlayın. Birləşmə və əvəz etmə. Baxın, bunlar bir yerdə soruşularsa birləşmə, əvəz etmə. Pi rabitənin sayı qədər birləşmə, pi rabitənin sayı qədər birləşmə, sonra bir də əvəz etmə reaksiyaları da, əvəz etmə üçün də 2n minus 2 qədər əvəz etmə. Yəni, burada 2n minus 2-dir. Məsələn, alkenlərdə pi rabitə bir dənədir. Bir dənə 1 mol deməli birləşmə reaksiyasına sərf olunacaq xlor. 2n qədər də əvəz etmə. 2n plus 1 eləyəcək. Alkenlərdə CnH2n-dir. Bir dənə birləşməyə, çünki bir dənə pisi var. 2n qədər də əvəz etməyə. 2n plus 1 qədər birləşmə və əvəz etmə bir yerdə sərf olunacaq. Burada isə 2n minus 2 pi rabitənin sayı qədər də birləşmə reaksiyasına daxil olur. 2 dənə də pi var. Pi rabitənin sayı qədər cəmi edir 2n minus 2 üstə gələ 2. Bu da eləyir 2n. Deməli, uşaqlar, yazımızda saxlayırıq. Pi rabitənin sayı qədər halogen birləşir, birləşmə reaksiyasına daxil olur. Hidrogen atomlarının sayı qədər isə əvəz etmə. Alkadiyenlərdə 2 dənə pi rabitə olduğuna görə 2 dənə deməli xlor, 2 xlor birləşmə reaksiyasına daxil olur. 2n minus 2 qədər, yəni hidrogeni qədər xlor əvəz etmə reaksiyasına daxil olacaq. Sonra 36-dan sonra nə? 37. Molekulda CC sigma rabitələrin sayı. Deməli, uşaqlar, alkadiyenlərdə
CC sigma rabitənin sayı sigma deyir. Karbon atomlarının sayından birbaşa təşkildir. Məsələn, nümunə yazıram. CH2, CH, deməli CH, 2 qat rabitə CH2. Burada sigma rabitənin sayı deyir 1, 2, 3, 3 dənə sigma rabitə var, 4 dənə karbon atomu var. Deməli, əslində n-1-ə bərabərdir. Amma burada n yazıb. Əsl olan düsturdan, burada məsələdə veriləni fərqləndirmək üçün mən əslində gətirib bir ştrix işarəsi qoyacağam ki, mən onu digərlərindən fərqləndirim. Və harda alkadiyen əsl formulunda, harda alkadiyen görürəm, harda əsl formulu istifadə edirəm, orada ştrix qoyacağam üzərinə ki, mən burada məsələdə verilən n-dən onu fərqləndirə bilim də. Və alkadiyenlərin bir molunun tam yanmasına sərf olunan oksigen atomlarının sayı. Mən yazıram CN, H2N çıx 2 alkadiyenlərdə qarşısında 3n-1 bölü 2 olmalıdır, səhv bilmirəmsə. Bunu əmsallaşdıranda 3n-1 bölü 2 qoyulmalıydı. Çünki hidrogenin qabağına n-1 qoysaq, burada 2n-2 qədər hidrogen var. Suyun qabağına n-1 qoysaq, n-1 qədər suyun içərisindədir. 2n qədər də karbon qazın, cəm eləyir 3n-1 bölü 2. Yəni, bu düstur kitabda var, alkadiyenlərin yanma düsturu. Yenə də yaza bilərəm. Bütün karbohidrogenlər yananda karbon qazı su alınır. Nəinki karbohidrogenlər tərkibində azot olmayan bütün üzvü birləşmələr. Karbon qazı su alınır. Burada n mol karbon var, bura götürüb qoyuram n. Burada 2n-2 qədər hidrogen var. Bunu da qabağına götürün. n-1 yazıram. Bu da cəm eləyəcək 2n-2. 2n-2 qədər hidrogen eləyəcək. Oksigen atomlarının sayını hesablasaq 2n buradadır. n-1 buradadır. Eləyəcək 3n-1. Oksigenlə qabağına 3n-1 bölü 2 qoyuram ki, 2 ilə 2 ixtisar getsin. Sonunda qalsın 3n-1 qədər. Mən də dedim ki, mən əslində olan n-i ştrixlə əvəz elədim ki, digərlərindən fərqləndirim. Hamısının üzərinə baxan ştrix qoyuram ki, digərlərindən orada məsələdə verəndən fərqləndirim. Aha, indi bizim əsas düsturumuza əsasən karbon-karbon arasında sigma rabitənin sayı n ştrix çıx 1-ə bərabərdir. Amma burada n verib. Onda görək bu əsl bizdəki düsturdakı n ştrixi nədən ifadə edirik? N ştrix bərabərdir. Burada eləyəcək n ştrix bərabərdir n plus 1-ə. Harda varsa n ştrix aparıb yeni n plus 1 qoyacaq. N plus 1 qoyacaq. Sonra oksigenin mol sayı istəyir. Yəni oksigen istəyir. Oksigenin qabağındakı nədir? 3n ştrix minus 1-dir də. Onu istəyir məndən. 3n ştrixin yerinə aparıb n plus 1 qoyub yoxlayım görüm. Nə alıram? N plus 1 çıx 1 n ştrixin yerinə gətirdim. Bax onu qoydum. Bölürəm 2-yə. Buradan da alacağım 3n üstə gələ 2. Çünki müsbət 3-dür. Çıx 1 eləcək 2. 3n üstə gələ 2 bölü 2. Mənə elə gəlir ki, aydın oldu. Əgər aydın olmazsa, yenə izah edeyim. Burada karbon atom arasında sigma rabitənin sayı n çıx 1-dir. Əsasdakı, yəni əsas düsturda, əsasdakı ilə məsələdə verilən fərqləndirmək üçün üzərinə ştrix qoyduq. N ştrix çıx 1 ilə ifadə elədik. Burada da görünür ki, karbon-karbon arasında sigma rabitənin sayı n-ə bərabərdir. N ştrix bərabərdir n plus 1. Oradan tapdın mı? İndi istəyir oksigen istəsin, istəyir nisbi atom kütləsini istəsin, istəyir karbon və ya su fərqi yoxdur. Əsas odur ki, əsas düsturdakı n ştrixin yerinə aparıb n plus 1-i qoyun, yoxlayın. Məsələn, də sağa çevirirsiniz. Məsələn, istəyə bilər ki, burada alkadiyenin molyar kütləsini tapın. Alkadiyen CnH2n-2-dir. Biz əsas düsturdakı ştrixdən işarə elədik. Bu onu göstərir ki, 14n ştrix çıx 2-yə bərabərdir. İndi bizdən əgər deməli karbon-karbon arasında sigma rabitənin sayı n-dirsə, bizdən istəyir ki, tap görüm deməli molyar kütləsi nəyə bərabərdir? Bu n ilə ifadə olunub. N ştrix bərabərdir n plus 1 deyil. Həmin o n ştrixin qiymətini gətirib burada da nəzərə alacaqsınız. 14n, n ştrixin yerinə n plus 1 yazıram. Çıx 2, o da bərabərdir 14n üstə gələk 12. Yəni kütləsini istəsə belə olacaq. Ya da proton sayı istəyə bilər. Karbon proton sayı 6-dır. Hidrogen proton sayı 2n-2-dir. Yenə 8n minus 2 eləyər. Yəni 8n ştrix daha doğrusu çıx 2 eləyər. N ştrixin yerinə gətirib burada da nəzərə alacaqsınız. N plus 1 qoyuram çıx 2. Burada eləyəcək 8n plus 6. Yəni harda
Nə istəyir molekül kütləsi, istəyir proton sayı, istəyir yanma zamanı suyu istəyir. Yanma zamanı suyu görürsünüz N-1-dir. N-in yəni aparıb qoyacaqsınız N+1 çox 1 bu da eləyəcək N. Yəni nə istəyir istəsin N-in qiymətini aparıb yerinə qoyacaqsınız, tapacaqsınız uyğun cavabı. 38 də ondandır. Bu dəfə N+1-dən ifadə eləyib. Yəni N' çıx 1 bərabərdir N+1. Bu dəfə alacaqsınız N' bərabər N+2. Harada oksigen var, oksigenin qabağına baxın. 3N çıx 1, 3N' çıx 1 bölə 2 deyil. N' yerinə aparıb qoyacaqsınız N+2. Yəni eyni şeydir. Əsas ki, metodunu biləsiniz. Kim başa düşmədi uşaqlar? Başa düşdüm mən. Baxdım. Sonra növbəti sual. 39. Butadiyen 1,3 böyük xlor olan böyükdür 40-dan olanda birinci, dördüncü karbon atomuna birləşəcək. 1,4 dixlor buten 2 olacaq. Bayaqdan dəfələrdən yazmışıq. Yəni birinci, dördüncü karbon atomuna birləşir. Bu aydındır. 1,4 dixlor buten. Təzədən başqa bir, yəni 1 mol xlordur. Hə. Təzədən o butadiyen 1,3-ün üzərinə 2 mol xlor gələndə artıq bütün pi rabitələr qırılır. 4 dənə karbon atomunun 4-ünə də xlor atomu birləşir. 1, 2, 3, 4 tetraxlor butan. Yəni butadiyen 1,3 yoxdur. Onu bütün pi rabitələrini qıranda hamısına xlor atomu birləşməli olur. Onda da 1, 2, 3, 4 tetraxlor butan alınacaq. A variantı. Sonra 43. hansı reaksiya nəticəsində diyen karbodrogeni alınır? D, B variantında Lebedev üsulu. Lebedevi görüb hara girirsiniz? Alüminium oksid, sink oksid gördünüz. Etil spirtin üstündə qutardı getdi də. Heç başqalarına baxmağa dəymir ki. Sonra çünki əsas alınma üsulu da Lebedov kəşf edib. Sonra 44. doymamış karbodrogen 1 mol 2 mol brom birləşdirir. Ya burada 2 dənə 2 qat olmalıdır, ya da ki 1 dənə 3 qat. 1 dənə 3 qat ya da 2 qat. Çünki elə olmalıdır 2 dənə pisi olsun. 2 qatda da 2 dənə pi var. Bir dənə 3 qatda da 2 dənə pi var. O da eləyir A variantı. Mənim 40-da yoxsa 44-də? 44-də. Sonra 45. 1 molun 45. 1 molun 1 mol bromla reaksiyasının. Aşağı orada pi rabitəni qırıb aparıb brom birləşdirəsiniz də. Nə alınacaq? Pini götürdüm ortadan. CH2 bromdur. CH 2 qat rabitə CH. CH2 brom. Sadəcə olaraq bu pini qırırsan, qırdın mı? Yanına gətir brom, brom. Nə olacaq? 4-ündə də brom var. Bax 1, 2, 3, 4. 4-ündə də brom var. Dörd dənə brom var burada. Nə alınacaq? Yox, buna birləşdir demirik. Hansı karbodrogenin 1 molunun 1 mol bromla reaksiyasından. Hə. Yəni 1 mol bromla reaksiyaya girib bu alınıb deyir. Hə, mən səhv başa düşdüm. Elə biləm deyir 1 mol bromla reaksiyaya girsin. Burada 1,4 vəziyyətinə birləşirsə, bu butadiyen 1,3-dür də. Butadiyen 1,3-dür. Baxın. Butadiyen 1,3-dür. Birinci, dördüncü karbon atomlarını temperatur 40 dərəcədən böyük olanda sulfat durusu iştirakında birinci, dördüncü karbon atomlarına birləşir və burada da alınacaq 1,4 dixlor buten 2.
Bura birləşir də. Birinci dördüncüyə birləşir. 2 qat rabitənin biri keçir mərkəzə. Hə, elə bildim mən birinci deyir ki, həmin birləşməyə bromla reaksiyasından. Sonra gördüm ki, yox. 1 mol bromla hansınsa reaksiyasından alınıb bu. Bu da butadiyen 1,3 eləyir. 4 dənə elə bir xətti quruluş götürürsən də düz xətt. 2 qat rabitə qalaraq içərisində. Deməli, bu butadiyen imiş. Sonra 59 var mənim. 59. 59'a kim var? Mənim IC suallarını versinlər. 48-dədir. Lebedev reaksiyası üzrə məhsulların mol sayının zamandan asılı qrafikinə əsasən Lebedev üsulunda nə alınırdı? Gəlin yazaq. C2, H5, OH, 2 mol götürünür. Alüminium oksid, zink oksid reaksiyası iştirakında. Buradan alınacaq butadiyen, CH, CH, CH2, butadiyen 1,3 alınır. Sonra su alınır. Bir də hidrogen alınır. 2 mol oksigen olduğuna görə suyun gətirib elə qabağına 2 qoyursunuz. 1 mol da H2 çıxır. Всё. İndi deyir ki, reaksiyadan sonra alınan məhsullara əsasən X mol su ola bilər? Xeyr. Baxaq görək. Hə, ola bilər. Deməli, demək istəyir ki, alınan məhsullara baxın, alınan məhsullara. Bax, bu butadiyen 1,3'dür, bu 1 moldur. Görürsünüz, bax 1 mol. Sudur, hidrogen də 1 moldur, sudur 2 moldur, düzdür? Onları müqayisə etmək lazımdır. 2N, yəni 2 dəfə çox olan kimdir? X, X-a uyğun sudur. Deməli, birinci düzdür, X su ola bilər. Y divinil ola bilər. Baxıram, bəli, 1 mol kimdədir? 2 dəfə çox olan sudursa 1 mol divinil də ola bilər, hidrogen də ola bilər. X hidrogen ola bilər, səhvdir. Y divinil ola bilər, düzdür. Birinci, ikinci hansındadır? D variantında. Sadəcə olaraq reaksiyanı bilib və alınan məhsulları mol miqdarlarını müqayisə etmək lazımdır. Sonra 50. 1 mol alkadenin 1 mol hidrogenlə reaksiyasından alınan birləşmənin molekulunda karbon və hidrogen atomların kütlə nisbətini müəyyən edin. 1 mol alkadenin 1 mol hidrogenlə. Buradan alkaden elə bil ki, CnH2n-2-dir. 1 mol hidrogenlə reaksiyaya girəndə alınacaq CnH2n. Yəni, üzərinə bir dənə də H2 gəlsin də. Axı H2-dir, 2 gəlsin. 2 dənə hidrogen atomu əlavə edirsən. Bunlar gedəcək, olacaq CnH2n. İndi karbon hidrogenlərin say nisbətini istəyir. Yox, kütlə nisbətini istəyir. Karbonun kütləsi 12-dir, vururam nə eləyir 12n. Hidrogen kütləsi 1-dir, vururam 2-nə eləyir 2n. Bunları da ixtisar eləsəm 6-nın 1-ə nisbəti. B variantı. Başa düşdün? Bəli. Sonra? Neçə? 51. 51. Euler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. Bir divinildən xlorpreni yazıb müqayisə eləmək lazımdır. Divinili yazıram CH2, CH, CH2. Xlorpreni də yazıram 1, 2, 3, 4. İkinciyə xlor qoyuram. Bura 2 qat, bura 2 qat, bura tək qat. CH2, bura heç nə qoymuram. 4 rabitəsi var. Bura CH, bura CH2. İndi məndən hibrid orbital istəyir. 4'ü də sp2 hibrid vəziyyətindədir. Çünki 4'ü 2 qat rabitəyə birləşib. Onda bu sp2, bu sp2, bu sp2, bu da sp2. Cəmi eləyir 4 vuraq 3 eləyir 12 hibrid bunda. İndi gəlirəm bura. Burada da 4 karbon atomu. Hamısı 4'ü də sp2 hibrid vəziyyətindədir. Yenə də 4 vuraq 3 eləyəcək 12. 12 ortaya aiddir. Biri aid elədim ortaya. Sonra 4 ədəd p orbitalı var. Bax, burada 2 dənə pi rabitə var. Hər pi rabitəni 2 dənə p orbitalı əmələ gətirir. Çünki bir dənə pi rabitə bax bu formadadır. Bax, perpendikulyar istiqamətdə sigma rabitəyə perpendikulyar istiqamətdə yerləşib. Bunların arasında yaranan bu rabitə, bu boşluqda yaranan rabitə pi rabitədir. Amma 2 dənə p orbitalı sadə, hibrid yox, sadə p orbitalı bu formada ona əmələ gətirir də, belə deyək. 1
pi rabitədə 2 dənə p orbitalı iştirak edir. 2 dənə p orbitalı. 2 dənə pi rabitə 4 dənə p orbitalı olmaq deməkdir. 2 vuraq 2 eləyir 4. Bu belə 4 dənə p orbitalı deməli aiddir divin ilə. 4'ü qoyacaq bura. Sonra indi bura baxın, burada neçə dənə p orbital var? 1, 2. Yəni bir dənə pi rabitəndə 2 dənə p orbital, bir dənə də pi rabitədə 2 dənə p orbital, elədi 4. Sonra növbəti xlordur. Xlorda bir dənə p orbitalı iştirak edir. Çünki xlor p elementi. Cəmi elədi 5. 5 aiddir xlor plenə. 3'ə. Ondan sonra nə deyir? 6 ədəd s orbitalı var. 6 ədəd s orbitalı burada C4H6'dır. Buna aiddir. Baxım görün burada neçə dənədir. Bu C4H5 xlordur. Burada 5 dənə s orbitalı var. Deməli 6 aiddir divin ilə. Bura nə yazmışam? 2 buradır. 6 aiddir divin ilə. 5 aiddir xlor plenə. Belə bir variant hardadır? E variantında. Bir-bir elə bu formada müqayisə edirik. Aydın oldu Aysel? Mənim Sonra 52. 52 hidrogen atomlarının sayını istəyir. Deyir hidrogen atomlarının sayı bərabərdir. Alkagenin daxil olduğu homolojen 3-cü nümayəndəsidirsə. Homoloji sıranın 3-cü nümayəndəsi. 1-ci nümayəndəsi alkagenin propadiyendir. Yəni ən minimum 2 qat olmaq üçün 3 karbon atomu olmalıdır. Sonraki nümayəndəsi butadiyen 1,3'dür. Ondan sonraki nümayəndəsi isə izoprendir. Yəni get-gedə karbon atomlarının sayı artır. Alkenin deməli homoloji sıranın 3-cü nümayəndəsi alkenin sayını tapın. İndi 3-cü nümayəndəsində görək neçə hidrogen atomu var. Çünki hidrogen atomları alkagenlə alkenin bərabərdir. Bu C5'dir. C5H8 deməkdir. Alkagenlərin 5-ci nümayəndəsinin formu C5H8. 8 hidrogen atomu varsa, 8 hidrogen atomu varsa, bu eləyir nə? Deməli 8 hidrogen atomu varsa, alkenə uyğun. Alkində də hidrogen atomlarının sayı 8 olmalıdır. Alkenlərdə CnH2n formulu, yəni 2n alkenlərdəki hidrogen atomlarının sayı da 8 olmalıdır. 8 deməli n bərabərdir 4. Deməli bu uyğun olaraq C4H8 formulu alkenə uyğundur. Niyə biz bunu belə elədik? Çünki AA yazıb. Yəni alkagenlərdə nə qədər hidrogen atomu varsa, alkenlərdə də o qədər olmalıdır. Bu da 3-cü nümayəndəsi izoprendir. Onda da 8 hidrogen atomu var. Deməli alkində də 8 hidrogen atomu olacaq. Sonra alkenin nisbi molekul kütləsini hesablayın deyir. Bu C4H8 nədir? 48, 48-dən 8 eləyəcək 56. C variantına uyğun gəlir. Çünki 12-də 12 vuraq 4. 48 hidrogində 1-dir. 1 vuraq 8, 8 cəmi eləyəcək 56. Sonra 57. 54. 1 mol alkegenin müəyyən hissəsinin tam yanmasına. İndi baxaq. Alkagen yazıram Cn H2n-2. Bunu yandırıram. Oksigen əmələ gəlir. Karbon qazı, su. Niyə n qoyuram? Burada n mol karbon var və su. Suyun da qabağına n-1 qoyuram. Çünki cəmi 2n-2-dir. 2-ni vurum n-1'ə eləsin 2n-2. Oksigen atomlarının sayı sağda 2n, burada da n-1 eləyəcək 3n-1. Deməli, oksigenin gətirib qabağına 3n-1 bölə 2 qoymalıyam ki, burada uyğunluq tam alınsın. Sonra 1 mol alkagenə mən görürəm, bax, qabağında 1'dir. 1 mol alkagenin yanmasına nə qədər oksigen sərf olunur? Baxın, nə qədər? 3n-1 bölə 2 qədər deməli, oksigen sərf olunmuş olacaq. 1 molun yanmasına 3n-1 bölə 2 sərf olunur. Bəs 2 mol oksigen sərf olunanda, bax, oksigendir. 2 mol oksigen sərf olunanda nə qədər alkagen yanmış olacaq? Nə qədər alkagen yanmış olacaq, ona baxırıq. Deməli, X bərabərdir
2 bölək 3 n çıx 1 bölək 2. Onu da yuxarıya çıxanda, yəni riyaziyyatda da vurulacaq bir-birinə. 4 bölək 3 n çıx 1 olacaq. Deməli, 2 mol oksigen sərf olunanda bu qədər alkagen yanmış olacaq. Yəni 4 bölək 3 n minus 1 qədər alkagen yanmış olacaq. 1 molun 4 bölək 3 n minus 1 hissəsi yanıb. Yanmayan hissəni tapmaq üçün 1-dən, yəni ümumidən 4 bölək 3 n minus 1-i çıxıram. O da eləyir 3 n minus 1. Yuxarıda da 3 n minus 1 o tərəfdə çıx 4 eləyəcək 3 n çıx 5. Bu isə yanmayan hissədir. Bax, yanmayan. Yanan hissəni tapdım. Necə tapdım? 1 moluna bu qədər oksigen sərf olunur. Bəs 2 mol oksigen sərf olunanda nə qədər yanır? Yanan hissəni tapdım. 4 bölək 3 n minus 1-dir. Tam hissədən, yəni 1-dən yananı çıxsam qalacaq yanmayan hissə. İndi mənə deyir ki, həmin bu yanmayan hissənin yanmasına nə qədər oksigen sərf olunur? Yenə eynən gedirəm. 1 molunun yanmasına 3 n minus 1 bölək 2 sərf olunursa, düstura əsasən, bəs bu yanmayan hissə ki, qalıb 3 n minus 5 bölək 3 n minus 1-in yanmasına nə qədər oksigen sərf olunacaq? Artıq buradan x-i tapmaq üçün bunları bir-birinə vuraram. Tənasib yolu ilə alınacaq 3 n çıx 5 bölək 2. Yəqin ki, aydın olar. Sonra Asiya sualım var. 57. Fatimə, ona qədər sualın yoxdur ki. Xeyr, mənim yoxdur. 57. Deməli, CnH2n plus 2-dir. Ondan 2 mol hidrogen çıxsaq, 2 mol hidrogen 2H2 4 mol hidrogen deməkdir. Yəni, buradan 4 çıx. 2n plus 2-dən 4 çıxanda nə eləyir? 2n çıx 2 eləyir də. Deməli, hidrogen sayı 2n çıx 2 imiş. Bu formul CnH2n çıx 2-yə uyğun gələcək. Sonra nə istəyir bizdən? N bərabərdir 3 olarsa, X-in molekulunda olan hidrogen atomlarının sayını tapın. Bu C3H4-ə uyğundur. Hidrogen atomlarının sayı eləyəcək 4. Sonra yəqin ki, 58. Mənim orada 4-dən çıxdı. Niyə 4 çıxıram? Çünki 2 mol hidrogen çıxmaq lazımdır. 2 mol hidrogende də 4 dənə hidrogen var da. 2-ni vuraq 2 eləyir 4. Birində 2 dənə, ikisində 4 dənə. Sonra yəqin ki, 58-dir. 59. 58, 59. Deməli, qarışıqdır. 58. Verilib C2H4 və C4H6. Mol sayı, bunu bilmirəm. X, bunu Y-dən işarə eləyirəm. Mol miqdarları, yəni X plus Y bərabərdir 5. Sistem təmin alacağım. Tam yanmasına sərf olunan oksigenin sayı. Bayaqdan yazırıq. Oksigenin qabağında yananda əmsal neçə olur? 3n çıx 1 bölək 2-yə bərabər olur. Düzdürmü? N-in yerinə aparıb 2-ni, bax, bu 2-ni nəzərə alacağım. Bunu da 4-ünü. Baxım görüm. Hər birinin yanmasına nə qədər oksigen sərf olunacaq? 2 qoysam, 2 vuraq 3, 6, 6-dan 1 çıxıram 5, 5-də bölürəm 2, 2 onda 5. Bax, buna 1 moluna 2 onda 5 sərf olunursa, x moluna 2 onda 5 x qədər oksigen sərf olunacaq. İndi gəlirəm, 4-ü qoyuram yerinə, n-in yerinə, çünki n-imiz 4-dür. 4 vuraq 3, 12, 12-dən də 1 çıxıram, 11. 11-i də 2-yə böləndə 5,5. 1 moluna 5,5 sərf olunursa, Y moluna 5,5 Y oksigen sərf olunacaq. İndi tənliyimi qururam. X plus Y bərabərdir 5. Oksigen atomlarının sayında 20 verib də. Mol sayı. 2,5 X üstə gələk 5,5 Y bərabərdir 20. Heç nə. Sonra qalan sistem təmlik qurursunuz. Başlayırsınız həll eləməyə. Hər birinin mol miqdarını tapandan sonra yerinə qoyub kütləsini hesablayasınız. Daha onlar da bir-bir mən etməyim zəhmət olmasa. Sonra 59.
Uşaqlar 59 nömrənin izahını verirəm. 59 nömrənin C4H8-dir. Bu da C4H6-dır. Hər birinin hidrogenlə reaksiyasını qeyd edirəm. C4H8-dən C4H10. Eyni ilə C4H6 2 mol hidrogen sərf olunacaq. Bu da deyim 1-3-ə alınacaq. Deməli C4H10. Hər birinin mol miqdarını işarə edirəm. Tutaq ki, C4H8-i A mol, C4H6-nı B mol sərf eləyəndə onda hidrogen A mol sərf olunacaq. C4H6-ya isə 2B mol sərf olunacaq. Alınan mol miqdarlar isə bu A mol, bu isə B mol alınacaq. Deməli, biz görürük ki, ən çox sərf olunan bizdə hidrogendir. Hidrogen çox sərf olduğuna görə 32 də hidrogenə aiddir. Onda hidrogenlərin mol miqdarlarının cəmi, yəni A plus 2B bərabərdir 32 olacaq. Alınan məhsullar isə 24 göstərilib. Yəni A plus B bərabərdir 24 alınacaq. Mən bunları tərəf-tərəfə çıxsam, B bərabərdir 8 alınar. A da bərabərdir 24-dən 8 eləyəcək 16. Qarışığın tam hidrogenləşmə reaksiyasının qrafikinə əsasən Y-ı hesablayın deyir. Y-ı hesablayın. Yəni Y burada bir maddədir, X isə digəri hesablanır. Yəni A burada 16 aiddir C4H, deməli 16 mol aiddir C4H8-ə 16. B də aiddir C4H6-ya 8. Burada görürük ki, Y burada yuxarıdadır, çox olan, yəni 16 aiddir Y-a. Bizdə nə istəyir? Y hesablayın deyir. Deməli, Y bizdə 16-ya bərabər olacaq. Sonra 60-cı sualın izahına verək. 60-da belədir ki, 60 1 mol karbon-karbon bir qat rabitəsinin ümumi enerjisi 1050-yə bərabərdir. Ümumi enerji 1050. 1 molunda karbon-karbonun ümumi enerjisi deməli 1050-yə bərabərdir. Kumula olunmuş deyirsə, deməli 2-2 qat rabitə ona birləşib. Tək qat rabitələrin enerjisi 350-yə bərabərdir. 1050-ni bölürəm 350-yə. Buradan da alınacaq 3. Deməli, burada 3 dənə tək qat rabitə var imiş. Mən bunları qeyd eləsəm, deməli 3 dənə tək qat rabitə var imiş. Bu CH3, CH2, CH2 olacaq 3 dənə tək qat rabitə. Məndən molekulda rabitələrin ümumi sayını istəyir. Rabitələrin ümumi sayı, ümumiyyətlə sigma rabitənin ümumi sayı, ümumi atomdan bir vahid əskikdir. 1, 2, 3, 4, 5, 6, bu C6 H10 eləyəcək. Deməli, 15 dənə sigma rabitə var. 2 dənə də pi, cəmi eləyəcək 17. Cəmi eləyəcək 17. Sonra 61-ci nömrəni deyirəm. 3,4 mol kumula olunmuş alkadenin 200 qram 8%-li bromus məhlunu rəngsizləşdirirsə, 200-ün 8%-ni tapırsınız. O eləyir 16 qram. Mən də bilirəm ki, 1 mol alkaden 2 mol bromdan tam reaksiyaya daxil olur. 2 mol bromda 1 mol brom 1 mol brom 2 eləyir 160. 2 mol brom 2 eləyəcək 320. 1 mol üçün 320 lazımdırsa, mənə 16 qram 16 qram gedir. Burada görək, yəni 1 molda 320-dir. Bu da eləyir kütlə istəyirsin H, deməli H2N çıx 2 320-dir. Bəs 16-ya da burada verilib 3,4. Mən oradan tapacağım ki, N nəyə bərabərdir? Təminimizi eləsək, buradan alarıq ki, N bərabərdir 5. Çünki 3N çıx 2 bərabərdir 68 eləyir. Daha doğrusu 14N çıx 2 bərabərdir 68 eləyir. N də bərabərdir 5. N bərabərdir 5-dirsə, hibrid orbitalların sayı istəyir. Tutaq ki, biz kumula olunmuş yazırıq. CH2, CH, CH2, CH3 5 dənədir. Burada hibrid orbitalların sayını, deməli, hibrid orbitalların sayının uyğunluğunu müəyyən edin.
Burada görək nə qədər. SP2 uyğun variantları özünüz sonra seçərsiniz. SP2 burada hibrid vəziyyətində birinci karbon atomu SP2-dir. Çünki 3 dənə sigma çıxır. Bu eləyir SP2. Bura baxıram. Burada 2 dənə sigma çıxır. Bu eləyir SP. Burada baxıram 1, 2, 3 dənə sigma çıxır. Uyğun olaraq bu SP2-dir. Qalanları isə tək qat rabitə ilə əhatə olunub. Bunlar da SP3-dür. Sonra hibrid orbital SP2 neçə dənədir? SP2 deməli 6 hibriddir. 6 dənə SP2 hibrid orbital var. Birində 3 dənə, ikisində 6 dənə. SP vəziyyətində SP-yə uyğun 2 dənədir. SP3-ə də uyğun olacaq. SP3-ə də uyğun olacaq. Neçə dənə? 4, 8 dənə. Belə. Sonra növbəti məsələ gəlir 62. Burada nə istəyir? Bu maddədə hibrid orbitalın sayının uyğunluğu müəyyən edin. Hibrid orbitalın sayının uyğunluğu. Burada da 200 qram 8%li bromlu məhlunu rəngsizləşdirirsəm, bu maddə molekulunda hibrid orbitalın sayının uyğunluğunu müəyyən edin. SP3, SP2, SP ilə belə eyni sualdır. Hə, birincidə kumule olunmuşdu, ikincidə konyuga olunmuş. Mən konyuga olunmuş üzərində yazdım. Kumule olunmuşu da gəlin belə yazaq da. CH2-dir. Çünki 61-də bu 62-cinin həllidir. 61-də isə kumule olunmuş deyilir. CH, CH, CH2. Yəni də burada bu SP2-dir. Deməli, bu SP2, SP2, SP2. Kumula konyuga olunmuş da. Sonra burada SP2 buradan 1, 2, 3, 4, 5 dənə. Biri də burada olmalıdır. Bax, biri də burada olmalıdır. Bu izopren kimi yazaq. Bu da SP3. SP3 4 dənədir. Bir dənə SP3 var. Orada da 4 hibrid orbitalı. SP3 4'dür. SP2 4 dəfə 3'ün 12. Çünki hərəsində 3 dənədir. 4 karbon atomudur. SP2 də eləyəcək 12. SP yoxdur. Burada SP-də 0 eləyəcək. 0. 63. Uyğunluğu müəyyən edin. Molekulunda rabitənin yaranmasına iştirak edən orbitalların sayı divinil deyir. Divinildə 2 dənə pi rabitə var. Onda da 4p orbitalı uyğun gəlir. Propadiyəndə yenə də 2 dənə pi var. 4 dənə uyğun gəlir. 4 dənə p uyğun gəlir. Deyir 5 dənə p olsun. 5 dənə p xlorpirəndədir. 2 dənə pi 2 vuraq 2 eləyir 4. Bir dənə də xlor elədi 5. Deməli, birinciyə C uyğun gəlir. 4 ədəd SP3 hibrid orbitalı var. SP3 deyirsə, bu izoprenda var. Çünki orada bir dənə metil qrupu aşağıya doğru yerləşib deyib bu metil qrupu. Orada da SP3'dür. Deməli, 2-yə D uyğun gəlir. 6 ədəd S var. 6 ədəd S hansına aiddir? C4H6 divin ilə uyğun gəlir. Deməli, 3-ə də A uyğun gələcək. Uşaqlar, ətraflıları da işləyərsiniz. Əgər işləyə bilsəniz, ətraflıları da işləyərsiniz. Sonra onun da dərsini müzakirə edərik.